Dövlət Dəniz və Liman Agentliyi Azərbaycanlı dənizçilərə çağırış edib. Agentlik yaydığı açıqlamada xüsusilə də Qara və Azov dəniz hövzələrində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb. Daha ətraflı məlumatı isə hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Ceyhun Piriyev diqqətimizə çatdıracaq. Ceyhun, salamlayıram sizə. Hər vaxtınız xeyir olsun. Buyurun, müraciəti sizdən eşidək. Efirdəsiz. Salam Jalə, sizin də qeyd etdiyiniz kimi son aylarda Qara və Azov dənizlərində xarici dövlətlərə məxsus gəmilərin bayraqları, daha doğrusu dövlətlərin bayraqları altında üzən gəmilərdə Azərbaycanlı dənizçilərin də həlak olması və yaralanması təhlükəsizlik məsələsini aktuallaşdırıb. Bu baxımdan Dövlət Dəniz və Liman Agentliyi məsələ ilə bağlı Azərbaycanlı dənizçilərə çağırış edibdir. Bununla bağlı daha geniş məlumatı qurumun mətbuat katibi Pərvanə İmanova verəcək. Hər vaxtınız xeyir olsun. Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayrağı altında çalışan Azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Buna görə dənizçilərimizə çağırış edirik. Xüsusilə Qara və Azov dənizləri, Fars körfəzi, Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq öz həyat və sağlamlıqlarını üstün tutmağa, hər şeydən üstün tutmağa çağırırıq. Ümumiyyətlə aktiv hərbi əməliyyatın aparıldığı bölgələrə, səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri əvvəlcədən qiymətləndirməyə və mümkün olduğu hallarda belə səfərlərdən uzaq durmağa çağırırıq. Ümumiyyətlə, gəmiçilik şirkətlərinin, aidiyyatı qurumları dənizçilərin həyat və sağlamlığını prioritet hesab etməyə və onları həmin səfərlərə göndərməzdən əvvəl bütün təhlükəsizlik tədbirlərini görməyə səsləyirik və bütün dənizçilərimizi isə ehtiyatlı olmağa, əzizlərini, özlərini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq və həlak olan dənizçilərimizə Allahdan rəhmət diləyir, əzizlərinə isə səbr arzuluyuruq.